dağıdırlar Allah'ın yoluna. Çağırır xanım bütə sitayiş mi çağırırsın? Bunlar onu istəyirdi Afət Yusifova. Bilsən nədir? Yenə deyirəm. Bu uşaq vaxtı bizdə bir adət var idi. İndiki uşaqlarda onu görmürəm. Keçən səfər də dedim. Ölçü oynuyorduk. Özümüz için düşürdük həyətdə və birimizin həyətində. Belə yığırdıq. Nə bilim 3-4 uşaq orada özümüz üçün ev qururduq. Nə bilim pişirirdik. Güya daşdan, torpaqdan. Yasın yarpaq. Sonra da yığışdırırdıq. Bu da namazdı, o qaradaşdı. Bunu ona bənzədirəm mən. Mən bənzətmirəm. Daxildən ruh bənzədir. İndi böyüdükcə bu bizim əlimizdən alındı. Allah oyatdıkça bunların əlindən alır. Almaq istəyir də indi doğru yolu göstərir. İndi əlindən çıxır axı bu şeylər. Bir şey də deyim ki, mənim xeyli var dövlət itirdim. Çok çırnadım ki yani bunu benden niye aldın hay Allah. İndi bunlar bunu itirdikçe çırnayacaksınız siz. Sonra da barışacaksınız beni kimi. Ben barıştım taleyin hükmüyle. Benim gözümü tabi o pul parıldatmır, o var parıldatmır. Sizin de o indi ne kadar ki o qaradaş sizi parıldadır, çəkir özünə o pul. Mənbəyi, biznes mənbəyi. Allah Teala da oranı dağıtmaq istəyir. Çünki görüm nə yadımda qalıb deyir, yeyib yatmaqla tapmaz insan qədri qiyməti. Xarabada tapılar, xəzinələr bil qəti. Müqəddəslik açandır xarabata qapılar, inci dolu xəzinə xarabada tapılar. Bədbəxt olub qəzadan ibadəti boşladım. İbadəti boşlayıb xarabatı xoşladım. Xarabatın yolundan varmı məgər yaxşı yol? Xarabata üst tutsan, hamı deyər yaxşı yol. Talanmışam yolunda, mənim olub Kəbbədə. Xarabata dönəli, qənim olub Kəbbədə. Kəbbəyə gəlincə o pak peyğəmbər Məkkənin torpağı olubdur ənbər. Fələyin sirrindən yox idi xəbəri, amma bilirdi ən çətin bilməcələri. Sözü bəzən qiblə, bəzən də latdır, qaradaş. Xəzinəsi gah Kəbbə, gah xarabatdır. Gələ yox, Kəbbədir anlayar hər kəs. Ruhani yüzündə odur müqəddəs. Belə seyirkarlıq bacarırkən sən bir büt üçün Kəbədə bina edərsən. Açaram bu bəndi bağlı qəlbimdən, düyünə necə vurum mən. Bilirsən şahmatın 2 şahı var. Hər qəlbə yeni qəm gətirər onlar. İndi bu bunlardan alındıqca sizin qəlbinizə qəm gəlir. Amma mənə fərək gəlir. Ey Məkkə Mədinənin pərdələnən günəşi. Zülmət pərdələyərmi nur ələyən günəşi. Əgər aysan günəşdən nurlandığın görülsün. Əgər gülsən ətirli gülşən bağın görülsün. Ərəb ariflərinə maxtabsan nurlu aysan, əcəm hakimlərinə şoxsan, arxa haraysan. Fikrimi qapırlar, könlüm əmindir, Məkkəyə getsə də o Gəncənindir. Sahilə zər verər bərabəri yox, Məkkənin qumundan. Gəncənin zəri çox. Sərt daşa qılıncı bir oyun açar, elə bir gül otda alışar çınar. Kəbədə çınar alışıb, yox amma Gəncədə mən balaca uşaq idim. Çınarın alışdığının canlı şahidiyəm. İçindən alovlanıb, alovlar daşıb.
Ey pəri, durma gəl xəzinəni aç, yetər gəncədə sən qalıbsan möhtac. İndiki yol açdın, çalış vur sona, özününü qoydun, bitsin qoy bina. Hə? Mən bunu qurmalıyam burada. Vəssalam. Müqəddəs. Beytül müqəddəs. Gəncədədir. Beytül Həram Kəbədədir, bütpərəstlikdir. Müqəddəs ocaq Gəncədə. İmam Zadədir. Bax, buna dönəcək. Vəssalam.